Ümumiyyətlə təəssüf ki, Azərbaycanda siyasi mədəniyyət adına uyğun gələcək hər hansı iqtidar-müxalifət münasibətləri mövcud deyil. İkincisi, konkret olaraq Yeni Azərbaycan Partiyası haqqında fikrimi demək istəyirəm. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının tarixində çox müthiş bir rol oynayıb, negativ bir rol oynayıb. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində ən faciəli hadisələrdən biridir. 1992-ci ildə yeni hakimiyyət qurulmuşdu. Alternativli demokratik seçkilər keçirilmişdi və Elçi bəy Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Elə bu ərəfədə, elə seçkilərin gedişi prosesindən başlayaraq Azərbaycan ordusu çox ciddi bir əks hücuma keçmişdi. Ərazilərimizi işğaldan azad etmək istiqamətində ciddi işlər görülmüşdü. O vaxt ki, Şamiyan kənd rayonu işğaldan azad edilmişdi. Ağdərə rayonu işğaldan azad edilmişdi. Təxminən o dövrlərdə, yəni Yeni Azərbaycan Partiyası yaranmamış. O dövrlərdə Azərbaycan ordusu demək olar ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 50%-dən çoxunu işğaldan azad etmişdi. Robert Koçaryanın bir kitabı var. Orada yazıb ki, 92-ci ilin yayında, payızında bizə elə gəlirdi ki, biz artıq Qarabağı itirdik. Nam kazala, что мы потеряли Qarabağ. Bu, Robert Koçaryanın həmin dövrdə o Qarabağ separatçılarına rəhbərlik etdiyi, erməni separatçılarına rəhbərlik etdiyi dövrə aid olaraq bu fikri səsləndirib. Azərbaycan milli valyutası dövrəyə buraxılmışdı. Gömrük sistemi yaranmışdı, vergi sistemi yaranmışdı. Yəni bir neçə ay ərzində çox mühüm işlər görülmüşdü və cəmiyyətdə də çox böyük ruh yüksəkliyi vardı. Həmin dövrdə birdən bu 91-lərin müraciəti ortalığa çıxdı və dalınca Yeni Azərbaycan Partiyası yarandı. Bu müraciətlərdə nə yazılırdı? Yazılırdı ki, Azərbaycan məhv olur, Azərbaycan dağılır, Azərbaycanda inkişafın qarşısını alan siyasi qüvvə mövcuddur. Yəni, belə bir vəziyyət idi ki, bizim ordumuz artıq Laçın dəhlizinin bir neçə kilometrliyinə qədər gedib çıxmışdı. Bu tərəfdən ordumuz Sırxavəndə gedib çıxmışdı. Sırxavəndin üzərinə Ulubabdağa çıxmışdı. Yəni, Ulubabdağ elə bir yüksəklikdir ki, həmin yüksəklikdən Xankəndi təxminən Şuşadan görünən kimi görünür. Yəni, belə bir vəziyyətdə Yeni Azərbaycan Partiyası yarandı və Azərbaycanın daxilində çaxnaşma düşdü. Və bundan sonra Azərbaycan irəliləyə bilmədi. Və məhz bu partiya ətrafında birləşən qüvvələr, revanşistlər, yəni bir qayda olaraq əsasən əski kommunistlər bu partiya ətrafında birləşdilər. Bizim hakimiyyətimizə, bizim hökumətimizə, milli hökumətə qarşı öz mövqelərdə açıq şəkildə qoydular. Hər yerdə hakimiyyətin fəaliyyətinə maneçilik törətdilər, təqribat törətdilər və bizim uğurlu siyasətimizin davam etməsinin qarşısını aldılar. Yəni, bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan üçün hər hansı bir pozitiv hadisə deyil ki, biz gedək bu partiyanın tədbirində iştirak edək və ya bu partiyanı təbrik edək. Bu məsələnin bir tərəfi. Məsələnin başqa bir tərəfi, bu siyasi mədəniyyət yalnız müxalifət partiyalarına mı aiddir? Bu siyasi mədəniyyət hakimiyyətə aid deyilmi? Hansı siyasi mədəniyyətdən söhbət gedir ki, Azərbaycan hakimiyyəti 44 günlük müharibənin gedişi dövründə Azərbaycan müxalifətinin ölkədə vətəndaş həmrəyliyinə nail olmaq üçün çox ciddi işlər gördüyü bir məqamda birdən-birə yenə də elə müharibə başa çatmamış AXC müsavat cütlüyü ritorikası ilə davranmağa başladı və bizə qarşı bu cür kampaniya aparmağa başladı. İlham Əliyevin çıxışlarını nəzərdə tuturuz yəqin ki. Məhz onun Füzulidəki çıxışını nəzərdə tuturam. Yəni bu tamamilə bir gözlənilməz bir hadisə idi. Çünki bir tərəfdən xalqın birliyindən söhbət gedir. Bir tərəfdən bütün müxalifət qüvvələri xalqı birliyə çağırır, həmrəyliyə çağırır. Müsavat Partiyası sentyabr ayının 27-sində səhər saat 9-da, yəni Yeni Azərbaycan Partiyasından, Azərbaycanın Xarici İşlər Nazirliyindən saatlarla əvvəl bəyanat yayıb, rus dilinə, ingilis dilinə çevirib, bütün dünyaya yayıb və müharibəni biz Azərbaycan üçün ədalətli müharibə adlandırmışıq və bu müharibəni vətən müharibəsi adlandırmışıq və bu açıqlamamızı bütün dünyaya yaymışıq. Hansı məqsədlə? Çünki belə bir görüntü yaratmağa çalışırdılar ki, güya avtoritar Azərbaycanla demokratik Ermənistan arasında bir qovğa çıxıb. Biz hər kəsə izah etdik. Avropada olan müttəfiqlərimizə izah etdik.
postsovet məkanında olan müttəfiqlərimizə izah etdik ki, bu müharibə avtoritarizmlə demokratiya arasında olan müharibə deyil. Bu müharibə Azərbaycanın ərazi bütövlüyündə olan bir müharibədir. Ədalətli müharibədir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə həyata keçirilən bir müharibədir. Yəni bunun ardınca bütün siyasi partiyalar, hətta ən radikal siyasi mövqedə olan şəxslər belə ordumuza dəstək verdi, daxili siyasi mübarizəni dayandırdığını bəyan etdi. Bununla belə elə müharibənin gedişində yenidən bu ritorika davam etməyə başladı. Sonraki mərhələlərdə Azərbaycanın müstəqilliyinin bərpa olunduğu gün Dövlət Bayramı günündən çıxarılır. Təsəvvür edin, 28 mayda Azərbaycanın milli bayrağını qaldıran cümhuriyyət yaranıbdır. 28 may günü Azərbaycanın küçə və meydanlarına Azərbaycanın üç rəngli bayrağı vurulmur. 28 may günü, yəni Rəsulzadənin rəhbərliyi altında Cümhuriyyətin yarandığı gün dövlət bayramıdır. Həmin dövlət bayramında Azərbaycanın üç rəngli bayrağı küçə və meydanlardan asılmır. Amma 8 noyabrda deməli bir həftə bayram gününə qalmış bayraqlar asılır, bir həftədə keçib ondan sonra da bayraqlar yığışdırılmır. Mən 8 noyabrda bayraqların asılmasına əleyhinə deyiləm, amma 28 mayda, 18 oktyabrda niyə bu günlər əsl bayramlar kimi qeyd olunmamalıdır? Niyə bu bayramlara qarşı bu cür negativ münasibət mövcuddur? Niyə 28 may günü televiziyaların küncündə Məhəmməd Əmin Rəsulzadənin yox, Heydər Əliyevin şəkli nümayiş etdirilir? Yəni siyasi mədəniyyət tək bizə mi aiddir? Lap xırda məsələlərə keçək. İstiqlalçı millət vəkillərinə pensiya verilmir. 90-cı ilə qədər olan deputatlara da, yəni kommunist dövründə o siyahılarla deputatlar müəyyənləşirdi, indi olduğu kimi. O deputatlara da dövlət pensiyası verilir. Kommunist rejimində rayon partiya komitəsində şöbə müdürü işləmiş şəxslərə də dövlət pensiyası verilir. 95-ci ildən bu tərəfə olan deputatlara da dövlət pensiyası verilir. 90-95-ci illərdə olan deputatlara, məhz istiqlalçı millət vəkillərinə, məhz müxalifətçi deputatlara pensiya verməmək üçün həmin dövrə pensiya aid edilmir. Təsəvvür edin, Azərbaycan Milli Məclisi iyun ayının 15-də Heydər Əliyevi Ali Sovetin sədri seçib. Həmin gün dövlət bayramıdır. Amma onu seçən həmin Milli Məclisin üzvləri deputat hesab olunmur. Yəni birinci çağırış 95-ci ildən başlayır. Yəni bu cür absurd siyasət yüyüdən bir hakimiyyətlə hakimiyyətin bizdən hansı siyasi mədəniyyət tələb etməsi faktı ortalıqdadır. İkincisi, bizi dəvət də etməyiblər. Biz də onları dəvət etməmişik. Yəni bütün bu məsələlərlə əlaqədar Müsavat Partiyasına hər hansı bir iradın tutulması tamamilə yersizdir və əsassızdır. Mənə elə gəlir ki, biz düzgün olanı etmişik. Təşəkkür edirəm Arif bəy, efirimizə gəldiyinizə və bu müzakirədə iştirak etdiyinizə görə.